Mənə ruçka verir, dəftər yazın. Ruçka verir, dəftər yazın. Öyrənənlər, məşğullar tərbiyəsinə, bir yerdə düşüb nə tərbiyə alacaq bu içində uşaqlar? Oynamağa yer, məktəbə hazırlaşmağa masa tapmayanlar Xaçmaz rayonu Xudatdakı konserv zavodu yaşayış massivinin balacalarıdır. Sakinlər 3 ildir ki, yaxınlıqdakı uşaq bağçasının qapısından asılmış qıfılın açılmasını, uşaqlarının bağçaya qəbulunu istəyirlər. Deyirlər, bağça təmir adı ilə bağlanıb. Sonradan onlara məlum olub ki, bağçanın qıfılının açarı iş adamı Əbülfət Məmmədovun cibindədir. Aldılar bağçanı, dedilər 3 il işlətəcək, işlətən olmadı daha, bağlı qalıb hələ-hələ. Bağça özəlləşdirilibmi, satılıbmı? Yəni o bağça deyirlər, bilmirik. Remont eləyib, təmir eləyib. Özəlləşməyə də can bala, özəl bağçaya qoymağa bizim də imkanımız yoxdur. Heç birimiz işləmirik. Nə pensiya almırıq. Sakinlər deyirlər, bu ərazidə 100-dən çox ailə təsərrüfatı var. Hər ailədə də yaşı bağçaya düşən azı 1-2 uşaq. Bir sözlə, qıfıllanmış bağçaya bu ərazidə çox ehtiyac duyulur. Sakinlərin sözlərinə görə yaxınlıqdakı bağça bağlanandan uşaqları uzaq məsafədə yerləşən bağçaya aparmağı düşünüblər. Ancaq orada da uşaqlarına yer tapılmayıb. Burada əvvəl bağça olub? Əvvəl olub bağça. Bəs o necə olub? Aqibəti necə olub bağça? Aldılar bağçanı, dedilər 3 il işlətəcək, işlətən olmadı daha, bağlı qalıb hələ-hələ. Uşaq bağçasının rəsmən kimin adına özəlləşdirildiyini öyrənə bilməsək də, sakinlər iddia edirlər ki, indi həmin obyekt qeyri-rəsmi olaraq Xaçmazlı iş adamı Əbülfət Məmmədovundur. Əbülfət Məmmədov 2005-ci il parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürsə də, mandat sahibi ola bilməyib. Mənim Xaçmaz rayonunun hər yerinə aidiyyətim var. Mən azı Xaçmazdanam da, Xaçmaz rayonundan. Bağça açmaq üçün dövlət qurumları var. Bağça açmaq lazım deyil, bağça açmaq üçün lisenziya almaq lazımdır. Xudadda bağça işletmək üçün 10 nəfər işçi götürmək lazımdır. 10 nəfər işçi ən aşağısı da, yəni bir 2 dənə tərbiyəçisi olmalıdır, bir müdir olmalıdır, nə bilim, pover olmalıdır, bir ona baxan adam lazımdır. 10 nəfəri ta ki 150 manat, 200 manat maaş vermək üçün indi deyil, məcbur ilə 300 manatdan aşağı olması. Vergilərə geçək, gəlir 4000-5000 manat bunun təkcə əmək haqqıdır. Və üstə gəlin bunun da enerji daşıyıcıları lazımdır, bunu istiləmək üçün otaqları, istiləmək üçün nə bilim qaz lazımdır, su lazımdır, su lazımdır. Hərəsi 100 manatdan verməlidir ki, təkcə bunlara ödəsin. Yəni rentabellə işləmək üçün bu verməlidir, hardasa 100 adam olmalı və 100 manatdan təsəvvür etsin, Xudadda 100 uşaq 100 manatdan pul verə bilirmi? Bu bir. İkincisi də Xudadda bir neçə bağça var. Əmlak Məsələləri Dövlət Komitəsinin 1996-2013-cü illərdə kiçik özəlləşdirmə hesabatına əsasən 2007-ci ildə özəlləşdirməyə açılan məktəbəqədər təhsil müəssisəsinin 240-dan 63-ü özəlləşdirilib. Hökumət məktəbəqədər təhsil müəssisəsinin kəskin çatışmazlığını etiraf etsə də, uşaq bağçalarının özəlləşdirilməsi siyasəti davam etdirilir. Bir daha yedik ki, mən bağça istəyirəm. Mən bağça istəyirəm. Bağça istəyirəm. Sən neçə yaşın var sən? 3 yaşım. 3 yaşım. Vətənimiz haradır? Azərbaycan. Sən nə istəyirsən? Bakı. Bax, Bakı. Bağça istəyirsən? Neynəməyə? Neynəməyə bağçada? Oynamağa. Oynamağa, yazmağa, pozmağa, ürəklər çıxıb. Bunun dalınca da